27 sentyabr Hüzün və qürur günü. Bugün 27 sentyabr Azərbaycan tarixində həm hüzün, həm də qürur günüdür. Vətən müharibəsinin başlanmasından 5 il keçir. 44 gün davam edən o qanlı savaşda torpaqlarımız işğaldan azad edildi. Hər qarış torpaq, hər azad edilmiş kənd və şəhər minlərlə qəhrəman oğullarımızın qanı ilə sulandı. O günlərdə Azərbaycan xalqı bir yumruq oldu. Ordumuz isə qəhrəmanlıq dastanı yazdı. Amma bu zəfərin arxasında 3000-dən çox şəhidimizin müqəddəs canı dayanır. Onlar ən doğma varlıqlarını, həyatlarını qurban verdilər ki, biz bugün azad, başuca yaşaya bilək. Onların hər birinin adı yaddaşımıza həkk olunub. Ruhları isə bu torpağın hər daşında, hər ağacında, hər nəfəsində yaşayır. 5 il keçsə də şəhidlərimizin itkisi qəlblərdə hələ də təzədir. Onların yoxluğunun hüznü ailələrində, yaxınlarının gözlərində daim yaşayır. Lakin xalqımız bu hüznü qürura çevirməyi bacarır. Çünki bilirik ki, şəhidlərimizin ruhu qarşısında ən böyük borcumuz vətənə sahib çıxmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik. Qoy qəhrəmanlarımızın işığı daim yolumuzu nurlandırsın. Unutmadıq, unutmayacağıq.